Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Əmmə ba'd. Bir daha esselamu aleyküm ve rahmetullahi ve berekatuhu qardaşlar. Uca Allah həmd olsun ki, bizləri belə xeyir mövsümündə, belə xeyir məclisinə cəm eləyib. Aləmlər Rabbi olan Allah'a həmd olsun. Deməli qardaşlar, qısa olaraq Fatihə surəsi haqqında istəyirəm danışaq. Deməli, birincisi bilməyimiz lazımdır ki, Fatihə surəsi Quranın ən əzəmətli surəsidir. Quranda 114 dənə surə var. Onların ən əzəmətlisi Fatihə surəsidir. Və Fatihə surəsinin fəziləti haqqında bir çox hədislər varid olub və eyni zamanda Fatihə surəsinin Fatihə adından başqa adları da var. Başqa adları da var. Məsəl üçün onlardan biri Əl-Həmd. Fatihənin adlarından biri Əl-Həmddir. Adlarından biri As-Saləhdir. Allah Azza və Cəllə buyurur ki, qudsi hədisdə Qasamtus salate beyni və beynə abdi nisfeyn. Mən deyir, özümlə qulum arasında saləti iki qismə böldüm. İki yerə böldüm. Yəni burada Fatihədən gedir söhbət. Və li abdi mə səəl. Və quluma deyir, istədiyi veriləcəkdir. Yəni Fatihə surəsində istədiyi. Sonra buyurur ki, Allah Azza və Cəllə فَإِذَا قَالَ الْعَبْدِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ. Qul deyir deyəndə ki, aləmlərin Rəbbi Allaha həmd olsun. Fatihə surəsi 2-ci ayə. Qal Allahu Teala. Allah Azza və Cəllə deyir. Allahu Teala deyir. Həmidəni abdi. Qulum mənə həmd etdi. Və izə qal Ər-Rahmanir-Rahim. Qul Ər-Rahman, Ər-Rahim dedikdə qal Allahu Teala əsnə aleyyə abdi. Allahu Teala deyir ki, qulum mənə səna etdi, məni təriflədi. Və izə qalə Maliki yevmiddin. Qul deyir deyəndə ki, din gününün sahibi. Qalə Allah Azza və Cəllə deyir ki, Məccədəni abdi. Və qalə mərrətən fəvvədə aleyyə abdi. Allah Azza və Cəllə deyir ki, qulum məni təriflədi, ucaltdı. Və digər dəfəsində deyir ki, qulum işlərini mənə həvalə etdi. Mənə əmanət etdi. Sonra davam eləyir hədis. Fəizə qal, qul deyəndə ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik. Qal, Allah Azza və Cəllə deyir ki, Hədə beyni və beynə abdi və li abdi mə səəl. Bu deyir, mənimlə qulum arasındadır. Quluma istədiyi veriləcəkdir. Fəizə qal, İhdinəs siratal müstəqim. Siratal-ləzīnə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələd-dallin. Qul deyəndə ki, bizi doğru yola yönəlt. Nemət bəxş etdiyin kəslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Deyəndə, qal, Allah Azza və Cəllə deyir ki, Həzə li abdi və li abdi mə səəl. Bu deyir, mənim qulum üçündür. Quluma istədiyi veriləcəkdir. Baxın, bu hədisdə, qudsi hədisdə Allah Azza və Cəllə Fatihə surəsini Salih adlandırır. Yəni, eyni zamanda nədir? Fatihə surəsi namazda rükundur. Mütləq ki, Fatihə surəsi oxunmalıdır. Əgər bir insan namaza durar, təkbir gətirər, sadəcə Fatihə surəsini oxuyarsa, sonra rüküyə gedər, səcdə və s. Bu, onun namazı üçün kifayət eləyər. Namazı səhih olar. Amma Fatihə surəsini oxumadan başqa surələri oxuyarsa, bunu əvəz eləməz. Mütləq nə eləməlidir? Fatihə surəsini oxumalıdır. Yəni, ona görə qul durub namazda Fatihə surəsini oxuyarkən, bax, bu düşüncədə olmalıdır ki, Rəbbim hər dəfə mənim sözlərimə Aleyküm salam və rəhmətullah. Rəbbim hər dəfə mənim sözlərimə bir növ cavab verir. Ona görə tələsmək lazım deyil Fatihə surəsini oxuyarkən. Və bunun
fərqində olaraq oxumaq lazımdır. Namazda sən təsəvvür elə ki, ona görə alimlər deyir, yəni insanoğlu nə qədər xoşbəxtdir, yəni. Nə vaxt Rəbbinə münacət eləmək istəyir, nə vaxt Rəbbi ilə danışmaq istəyirsə, bir dənə dəstəmaz alır, durur, bir dənə Allahu Ekber təkbir gətirir, Rəbbinin qarşısındadır, onunla danışır. Bax, bu elə belə deyilmir bu sözlər. Bax, Allah Azza və Cəllə qul namazda olarkən, onun dediyi sözlərə Allah Azza və Cəllə bax, qarşılıq verir. Qarşılıq verir. Bax, deyəndə ki, Elhamdülillahi Rabbil aləmin, aləmlərin Rəbbi olan Allah həmd olsun. Allah Azza və Cəllə deyir ki, Həmidəni abdi, qulum mənə həmd etdi. Allah Azza və Cəllə öz qatında, o müqarrab mələklərin yanında bununla fəxr eləyir. Ki, qulu məcbur olmadan, öz ixtiyarı ilə Allahı tanıyır və ona qarşı qulluğunu qəbul edir, onun qarşısına boyun əyir və ona ibadət edir. Öz ixtiyarı ilə. Bax, mələklər Allah Azza və Cəllənin yaratdığı məxluqlardır, əzəmətli, güclü məxluqlar, düzdür. Amma onların nə nəfsi yoxdur, nə seçimi yoxdur. Onlar məcburi şəkildə Allah Azza və Cəlləyə ibadət edirlər. Daim. Amma insanı Allah Azza və Cəllə ixtiyar sahibi eləyib, ona şuur verib, ağıl verib, nəfs verib və insan bunun qarşılığında öz Rəbbini tanıyır, öz nəfsinə qalib gəlir, Rəbbinə ibadət eləyir, boyun əyir, onu tərifləyir, ona səcdə eləyir, rükû eləyir və Allah Azza və Cəllə də onu bax bu cür əzəmətli bir şəkildə dəyərləndirir. Bax, sən təsəvvür elə insanın varlığını sən qiymətləndir. Allah Azza və Cəllənin qarşısında heç yoxluqdur. Gör və eyni zamanda nə qədər insanlar var. İnsan durub, öz qulluğunu qəbul edib, Allahın qarşısında rükû eləyəndə, səcdə eləyəndə, Fatihə surasını oxuyanda, ona həmd eləyəndə Allah Azza və Cəllə ona qarşılıq verir. Gör, bu necə əzəmətli bir nemətdir. Necə böyük bir hörmətdir insana. Hansı insana qulluğunu qəbul edib, qul olduğunu qəbul edib, Allahın qarşısında boyun əyən insana Allah Azza və Cəllə dəyər verir. Digərlərinə isə onlar ki, necə Allah Azza və Cəllədən üz çevirir, Allahın zikrindən üz çevirir, Qurandan üz çevirir, Allah Azza və Cəllə də onlardan üz çevirir. Allah qorusun bu hala düşməkdən. Aleykümselam və rəhmətullah. Allah qorusun bu hala düşməkdən. Həmçinin Fatihənin adlarından biri, qardaşlar, Ummul Quran və ya Ummul Kitab, yəni Quranın anası və ya kitabın anası. Yəni, ərəb dilində belə bir şey var ki, əgər bir şeyə başqa bir şeylər tabe olursa, o tabe olunana ana deyirlər. Məsəl üçün, bu Məkkə Ummul Qura deyilir. Şəhərlərin anası. Yəni, ən əzəmətli, Allah qatında ən dəyərli şəhərdir Məkkə şəhəri. Bax, indi Fatihə də Ummul Quran deyilib. Quranın anası. Və ya Ummul Kitab, kitabın anası. Yəni, kitabdakı ən önəmli surə. Qurandakı ən önəmli surə. Niyə görə bunu belə deyiblər, qardaşlar? Quranın bütün mənaları Fatihəyə qayıdır. Bütün mənaları. Quranda nə varsa, o mənalar hamısı Fatihəyə qayıdır. Ona görə Fatihə Ummul Quran deyilib. Və həmçinin Fatihənin adlarından biri Əs-Səb'ul Məthani, təkrarlanan yeddilik. Adlarından biri budur. Və adlarından biri Əş-Şəfadır. Əş-Şəfa. Çünki Quranda şəfa var. Quranın da anası Fatihədir. Ən əzəmətli şəfa da ondadır. Əş-Şəfa adlarından biri. Sonra Var-Ruqyə. Ruqyə. Fatihənin adlarından biri. O vaxt ki, sahabələr o qəbilə başçısını Ruqyə eləyirlər. Peyğəmbər sallallahu aleyhi ve sellem təəccüblənir. Sən hardan bildin ki, deyir Fatihə Ruqyədir? Görürsən adını. Sən hardan bildin ki, deyir Fatihə Ruqyədir? O çünki Fatihə oxuyaraq o sağaltmışdı onu. Onu da əqrəb sancmışdı. Ölümcül xəstə idi. Adlarından biri Əl-Vaqiyə, qoruyucu mənasında. Əl-Vaqiyə. Adlarından biri Əl-Kəfiyə, yəni kifayət edən, yetərli olan. Bax, bu adlara görürsünüz və başqa adları da var. Bax, bir şeyin fərqli-fərqli adlarla adlanması, birdən çox adlarla adlanması onun əzəmətinə dəlalət edir. Bax, bu adların içində bir dənə pis adlar gördünüz. Nəsə bir əskik bir şey gördünüz. Ancaq gözəlliyə dəlalət edir. Və Allah Azza və Cəllə adları وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى Ən gözəl adlar Allaha məxsusdur. فَدْعُوهُ بِهَا Allaha onunla da dua eləyin. Allahın adları ilə. Məsələn,
Ruzi istəyirsən, desən, ey Razzaq olan Rəbbim. Razzaqdır. Allahın adı Razzaq adı var. Ruziləndirən, bol ruziləndirən. O adla dua eləyirsən. Allahdan bağışlanma istəyirsən, ey Rahim olan, ey Qafur olan Allah, məni bağışla. Və s. Digər, yəni ki, həmən adlarla təvəssül eləyərək, bu da şəriətdə icazəli olan təvəssüllərdəndir, vəsilələrdəndir. Allahın adları ilə, gözəl adları ilə təvəssül eləyirsən. Baxın, qardaşlar, sonra bir məsələ. Nə Zəburda, nə İncildə, nə Tövratda Fatihə kimi bir surə nazil olmayıb. Onun əzəmətində surə nazil olmayıb. Onun ayələri kimi əzəmətli ayə nazil olmayıb. Bu yalnız Qurana məxsusdur. Allahın endirdiyi bütün kitabların anası Quran-ı Kərimdir. Ən əfsəli, ən üstünü, ən kamili. O Quranın içərisində ən əzəmətli surə Fatihədir. Hansı ki, digər kitablarda Fatihə kimisi nazil olmayıb. Nə Zaburda, nə İncildə, nə Tövratda. Və Fatihənin də içərisində bir ayə var ki, Fatihənin də bütün mənası ona qayıdır. O da hansı ayədir? İyyəkə nə'budu və iyyəkə nəstəyin. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Bax, indi tərsinə gedək. Deməli, İyyəkə nə'budu və iyyəkə nəstəin. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Fatihənin əsasıdır. Fatihənin bütün mənası ona qayıdır. Fatihədə bütün Quranın mənası Fatihəyə cəm olur. Və digər bütün kitablarda olan ən gözəl mənalar da Qurana cəm olur. Buradakı və iyyəkə, yəni yalnız sənə ibadət edirik. Səndən başqasına ibadət etmirik. Və iyyəkə nəstəin, biz yalnız səndən kömək diləyirik. Səndən başqasından kömək diləmirik deməkdir. Bu da tövhidin əsasıdır, özəyidir. Necə ki Allah Azza və Cəllə Zariyyət surəsi 56-cı ayədə buyurur ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən cinləri və insanları ancaq mənə ibadət etsinlər deyə yaratmışam. Bax, Allah Azza və Cəllənin qulları, cinləri və insanları yaratmasındakı qayəsi, məqsədi ona ibadət edilməsidir. Və bunu açıq aydın Allah Azza və Cəllə buyurur. Və biz Fatihə surəsində söz veririk Rəbbimizə ki, sən bizi, yəni ümumi Quranın mənasını götürəndə, sən bizi yalnız özünə ibadət etmək üçün yaratmısan. Bax, ey Rəbbim, mən də sənin qarşındayam. Sənə söz verirəm ki, mən yalnız sənə ibadət edəcəm. Və yalnız səndən kömək diləyəcəm. Bax, bu tövhiddir. Tövhidin özəyidir. Və həmçinin Allahın qullar üzərində olan haqqıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün səhabəyə deyir ki, Ətədri mə haqqullahi aləl ibad? Sən Allahın qullar üzərində olan haqqını bilirsən? Deyir ki, Allah və Rasuluhu aləm. O da deyir ki, Allah və Rasulu daha yaxşı bilir. Deyir, haqqullahi aləl ibad ən ya'buduhu və la yushriku bihi şey'a. Allahın qullar üzərində olan bir haqqı odur ki, yalnız ona ibadət etsinlər. Ona heç bir şeyi şərik qoşmasınlar. Sonra deyir ki, Ətədri mə haqqul ibad alallah? Və deyir ki, bəs sən qulların Allah üzərində olan haqqını bilirsənmi? Yenə deyir ki, Allah və Rasuluhu aləm. Allah və Rasuludur yaxşı bilir, daha yaxşı bilir. Allah Rasulü sallallahu aleyhi ve sellem qayıdıb deyir ki, haqqul ibadi alallah əllə yu'azzibahum izə fəalu zəlik. Qulların da Allah üzərində olan haqqı odur ki, onlar bunu etsələr, onlara əzab verməsin. Yəni, Allaha ibadət edib, ona heç bir şeyi şərik qoşmasalar. Allah onlara əzab verməyəcək. İndi burada iki haqq var. Allahın qullar üzərində olan haqqı, qulların Allah üzərində haqqı. Allahın qullar üzərində olan haqqı gerçək bir haqqdır. Yəni, qulların bundan çıxma haqqı yoxdur, ixtiyarı yoxdur, məcburdular. Bəs qulların Allah üzərində deyir, haqqı var. Qullar mı bu haqqı qoyub və Allah buna məcburdur mu? Yox. Allah Azza və Cəllə özü özünə bu haqqı vacib eləyib ki, əgər qullarım mənə heç bir şey şərik qoşmasalar, mən onlara əzab verməyəcəm. Necə ki, zülm. Allah zülm etməyə qadirdir, qadirdir. Amma Allah Azza və Cəllə zülmü öz nəfsinə haram eləyib. Bu da digər qüdsi hədisdə gəlir. Allah Azza və Cəllə buyurur ki, mən zülmü özümə haram etdim
sizlərin də bir-biri arasında zülmü haram etdim. Yəni bir-birinizə zülm etməyin. Allah Azza və Cəllə zülmü haram etmişdir. Əksi nədir? Biz Allah Azza və Cəllənin ad və sifətlərini öyrəndik. Dedik ki, Allah Azza və Cəllənin haqqında nəyi inkar ediriksə, naqisliklər. Onun əksinin kamilliyini təsdiq edirik Allah Azza və Cəllə haqqında. Deməli, Allah Azza və Cəllə zülm etməz heç vaxt. Deməli, nə var? Allah Azza və Cəllədə zülm yoxdur. Nə var? Necə ədalət? Kamil ədalət. Zülm yoxdur. Zülm etməz. Amma əksi nədir? Ədalət. Necə ədalət var Allah Azza və Cəllədə? Kamil ədalət. Allah Azza və Cəllə bizləri də ədalətli qullarından etsin. Amin.